Xüsusilə namaz qılanlara bu məsələni demək istəyirəm ki, onların ətrafında, qonşuluğunda məscid var, Allah evi var. İmam Əli əleyhissalam buyurur ki, La sələtə li caril məscid. Əgər bir nəfərin qonşuluğunda məscid varsa, əgər namazlarını məsciddə qılmırsa, onun namazı yoxdur. Onun namazı yoxdur. Onun namazı ondan qəbul olunmaz. Mən məscidə getmirəm, evimdə qılıram. Peyğəmbər İmam Əli əleyhissalam bu cürünə buyurur ki, qonşuluğunda məscid olub, məsciddə gedib namazı qılmayanın namazı yoxdur. İlla uzurin av illətin. Və yaxud xüsusi bir üzrü olsun və yaxud da ki, xüsusi bir səbəb olsun ki, məscidə gedə bilməsin. Ardıcan buyurur ki, soruşurlar İmam Əli əleyhissalamdan ki, məscidə qonşu olanlar kimlərdir? Biz kimlərə deyə bilərik ki, o şəxslər məscidlə qonşudular? Buyurur ki, məsciddən çıxan səsin yetişdiyi evlər. Hara qədər ki, məscidin səsi yetişir, azan gedir, o evlərə çatır, onlar məscidin qonşusu hesab olunurlar. Və boyunlarında haqdır ki, Allahın vacibi buyurduğu namazını gəlsinlər məsciddə əda eləsinlər. Və bu xüsusi bir əməldir ki, İmam Əli əleyhissalam onu bu cürünə vurğulayır.